Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdu. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-sində Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayıl döyüşləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Ağalı Füzuli istiqamətində qəhrəmancasına vuruşaraq şəhid olmuşdu. Zaur Ağalı yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zaur Ağalı ölümündən sonra vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Qubatlının azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib.